Abşeron rayonunun Xırdalan şəhərində 2 nömrəli tam orta məktəbin 50-dən çox müəllim kollektivi məktəbdə dərs saatlarının kəsilməsi ilə əlaqədar öz etirazlarını bildirdilər. Qeyd etmək istəyirik ki, yeni tədris ilinin başlanması ilə əlaqədar məktəbdə uzun illərdir çalışan müəllim heyətinə dərs saatlarının kəsilməsi barədə verilən xəbər müəllim və müəllimələrin böyük etirazına səbəb olubdur. Hörmətli izləyicilər, biz hal-hazırda Xırdalan şəhərində 2 saylı tam orta məktəbin qarşısındayıq. Burada bir çox müəllimlərin, 50-dən çox müəllimin yaranmış vəziyyətlə bağlı, onların dərs saatlarının kəsilməsi ilə bağlı etiraz edirlər. Biz indi onların etirazı ilə bağlı sizə bir reportaj təqdim edəcəyik. Çünki bunlar, burada olan müəllimələr çox aqressivdirlər. Yaranmış vəziyyətdən narahatlıqlarını bildirirlər ki, dərs saatları kəsilib. Bundan sonraki taleylərinin necə olub, necə olması ilə bağlı hər hansı bir məlumata malik deyirlər. Burada söhbət müəllimlərin dərsinin kəsilməsidir, dərs saatının kəsilməsidir. Mənə çox maraqlıdır. Bax, bu ümumiyyətlə mən bu söhbətin çox ictimailəşməsini istəyirəm. Mən heç kiminin adından özümü danışa bilmərəm, mən özümü müqayisə eləyirəm. Əlbəttə ki, mən 7 il əvvəlki müəllimə deyiləm. Hər bir müəllim öz üzərində işləyir, daha çox nəsə nəticələrə gəlmək istəyir. Bugünkü gün ki, hamı çox gözəl bilir ki, o diaqnostika imtahanını xəbərsiz elədilər. Eləsi var. Sizin xəbəriniz olmadı o diaqnostika? Necə bu illəri sertifikasiyanı müəllimləri həm psixoloji, həm də yəni hər tərəfli hazırladılar da. Bilirsiniz, imtahandır. Fərqi yoxdur. Mən də imtahan adı gələndə, siz də imtahan adı gələndə istər-istəməz həyəcan keçiririk. Düzdürmü? Amma bugünkü gündə diaqnostikanı əsas gətirib ki, sən savadsız müəllimsən, sən filan müəllimsən demək. Nəyə əsaslandırırlar? Məsəl üçün, burada o qədər müəllimi sındırırlar ki, üzr istəyirəm, sənin diaqnostikan sıfırdır, sən heç nəsən, sən heç nə bilmirsən. Ay müəllim, gəl indi, mən yenə də deyirəm, mən bunların haqqına girə bilmərəm, amma mən öz adımla danışıram. Mən şəxsən 7 il əvvəlki Vəfa müəllimə deyiləm. Çünki özlərimdə işləmişəm. Daha çox hırslanmışam ki, mən bugün şagird qabağına çıxıramsa, mən ona daha yaxşı şeylər öyrədim. Nəticələrim daha yaxşı olsun. Başa düşürsünüzmü? Bugünkü gün nazirlik əsas gətirir ki, sən diaqnostika balı ilə bu vəziyyətdəsən, bu düzgün qərar deyil. Bu məktəb ağır məktəbdir. Respublikanın ən çox saylı uşaq, bir də ən çox müəllimli şagirdidir. Düzdürmü? Bu məktəbə gələn həqiqətən də haqqını deyən olmalıdır, işini bilən olmalıdır. Ələkbərova Firuzə. Demək, biz istəyirik ki, bir stavka dərsimiz təmin olunsun, ondan sonra diaqnostik bala əsasən yerdə qalan saatlarda artım olunsun. Çünki ondan aşağı dərs saatı ilə biz ailəmizi dolandıra bilmirik. Mövcud vəziyyətdə qiymətlər qalxıb, hər şeyin bağlaşdığı bir vaxtda biz neynəməliyik? Biz gəlirik hər gün şagirdlərlə üz-üzə qalırıq. Əgər öz haqqımızı müdafiə eləyə bilməyəcəksə, demək heç uşaqları da yetişdirməyimizin bir faydası yoxdur. Gələcək nəslə nə cür biz uşaq yetişdirəcək ki? Mən bir müəllim olaraq öz haqqımı belə tələb eləyirəm ki, 18 saat bir stavka dərsimiz təmin olunsun, ondan sonra diaqnostiklə kimin balı yüksəkdir ona da öz saatlarını versinlər. Sadəcə olaraq, yenə də deyirəm, mövcud vəziyyətdə biz bu saatlarla dolana bilmirik. Məktəbimizdə də yetərincə dərs var, bölgülər düzgün olunsun ki, biz də öz ailəmizi saxlaya bilək, həm də həvəslə gələ. Psixologiya ilə Allahverdiyeva İlhamə Azər qızı. Bu psixologiya ilə 15-də dərsə girmək qeyri-mümkündür. Belə psixologiya ilə müəllim dərslər uşaqlara necə tərbiyə verməlidir, necə onlarla məşğul olmalıdır? 15 gündür, 20 gündür nə dərsimizi bilirik, nə saatımızı, nə cədvəlimizi, nə sinifimizi heç nə bilinmir. Amma başqa məktəblərdə hamısı iyun ayından verilibdir. Hamısı verilibdir. Bəs hər şey müəllimin boynuna qoymaqla deyil axı. Biz belə şey olmaz. Biz bunu deyirik, düz deyir. Bəlkə Firuzə müəllimə düz deyir ki, 18 saatımızı deyil, dərs olduğuna görə 18-dən də artıq biz dərsimizi tələb eləyirik. Dünənlərim olmuşuq İlhamə xanımın qəbulunda və o da bizə dedi ki, biz bu məsələni həll eləyəcəyik, sizin dərsiniz də normal düşür hər birinizə, yəni ki, birilsin. Sonra deyəndən sonraki normal hər birinizə düşür. Bugün işləyirlər indi, hamısı yuxarıda işləyir, bizə məlumat veriləcəkdir. Bizə məlumat veriləcəkdir.
Yəni bilmirəm. Mən inanmıram. Açığın bilmək istəyirsiniz? Mənə dünənləri, bayaqları qalxdım, hamının gözün qabağında. Mənə dedi ki, sən mənim işimə mane olursan. Kim dedi? Yəni məsul bir şəxs dedi, sən mənim işimə mane. Dedim, niyə haqqımı tələb eləyirəm ona görə? Mən şəxsə inanmıram. Mən burada bütün müəllimlər olaraqdan susmayacağıq. Nazirliksə naziriyə qədər, prezident aparatıdırsa prezident aparatına qədər olmaz. Azərbaycan müəllimini bu qədər alçatmaq, əksitmək, təhqir etmək olmaz. Burada müəllimələr var ki, həqiqətən başsızdılar. Ailəsi yoxdur. Tək başına ailə dolandırırlar. Burada müəllimlər var ki, bax məsəl üçün çox şeyləri mən bilirəm, açım töküm. Siniflər, smenlər 1500 manata satıldı. Nəyə kimə satıldı? Otaqlar satıldı. Hər bir şey satıldı. Başa məktəbdə nəyi satdılar? Biz alverdəyik də. Nəyin alverirlər? Biz alverdəyik də. Yəni siz otaqları pulla alırsınız? Başa düşmədim. Günə qədər bizim daskılarımız çox olub, bəli, pullarımız da çox olub. İndi də deyirəm ki, mən şəxsən bilirəm maraqlı ki... bir şey, maraqlı bir şey söylədiniz ki, məktəbdə sizə otaqları satırlar. Kim satır otaqları? Satanlar satır da. Kim deyəndə ki, siz mən yox sualı verirsiniz ki? Üzr istəyirəm. Balıq başdan iylənirdi. Kim satdı deyəndə siz mən yox sualı verirsiniz. Dəhşət. Yəni həqiqətən bu ildən söhbət gedirsə, bu il 8-ci siniflər pervismen olmalıydı. Niyə olmadı? Çünki Nərgiz müəllimə 7 dənə sinifdən, ibtidai sinifdən 1500 manat qattaladı, qoydu cibinə, səhər smenini... Nərgiz müəllimə kimdir? Nərgiz müəllimə hal-hazırda bugünkü bu vəziyyətdə bu müəllimləri bu günə qoyan müəllimədir. Mən şəxsən dünən ona dedim ki, müəllimə, siz zavuç kimi... Çox ciddi ittihamlar səsləndirirsiniz. Hörmətli izləyicilər, inanırıq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi yaranmış vəziyyətlə bağlı xüsusi bir təhqiqata başlayıb, məktəbdə olan qanunsuzluq və korrupsiya hallarını araşdıracaqlar yaxın günlərdə. Yəni ki, açıq deyək də, mən sizə açıq deyim, bura gələn həqiqətən də sözünü, haqqını bilən olmalıdır. Bu bir günün, 2 gün söhbəti deyil. Bu 11 ildir bu məktəbin balotaya çevrilmiş, üzr istəyirəm, halıdır. Bugünkü gün bu yazıq müəllimlər ayağa qalxırsa, yaxşı, regional belə yaxşı işləyirsə, ümumiyyətlə deyir, çıxarılmasın, ictimailəşməsin. Bu ictimailəşəcək. Niyə çıxarılmamalıdır? Ayıb deyil. Çox ciddi. Hörmətli izləyicilər, məktəb müəllimələri burada çox ciddi faktları və korrupsiya halları barədə fikirlər səsləndirdilər. Bir daha qeyd edirəm ki, Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Daxili İşlər Nazirliyi yaranmış vəziyyətlə bağlı yaxın günlərdə bir araşdırmaya başlayacaqlar və biz buna ümid edirik. Mən 7-ci sinifin sinif rəhbəriyəm, Süleymanova Aysel və 4-cü günü dərs açılır. Valideynlərim məndən kitab tələb eləyir. Hələ bu məktəbdə 7-ci sinifin kitabı paylanmayıb və bugün məktəbə gəlmiş deyirlər, valideynlərinizi yola verin, kitab yoxdur. Mən o valideyni necə yola verirəm? Ayın 15-i valideyn, 32 valideyn 32-də burada olacaq. Məndən kitab istəyəcək. Kitabxanaçı neynəsin ki? Kitab gəlmir. Yox, kitabxanaçılıq bir şey yoxdur. Tezə kitab bu məktəbə gəlməli idi, kitabxanaçı bizə verməli idi. İndi ona da qərar verilib ki, yoxdur tezə kitab. Mən indi valideynə mən nə cavab verməliyəm? Mən 32 nəfərə kitab alıb verməliyəm. 15 kitab, bir uşağa 15 kitab düşür. Kitab alıb verməliyəm. Amma mənə 6 saat dərs ver. 150 manat. Hüseynzadə Laçın, MİQ-dən kənar müəllimlərdən biri də mənəm. Mənə maraqlıdır ki, mən 10 ildir bu məktəbdə çalışıramsa, mən nəyə görə MİQ-dən kənar hesab olmalıyım? Əgər nazirlik mənə kart veribsə, əgər nazirlik mənə maaş verirsə, hər ay maaş verirsə, mən necə bu məktəbdən kənarlaşdırıla bilərəm? Mən necə 6 saatda qala bilərəm? 6 saatla mən ailəmi necə dolandıra bilərəm? Mən və mənim timsalımda 50 dənə müəllim. 50 dənə müəllim 2013-dən bura necə qanunsuz şəkildə işləyə bilər? Əgər bugün nazirlik bunu üzə çıxarırsa, indiki nazirimiz, bundan əvvəlki nazirimiz necə yol verib bizi işə götürüblər? Mənə çox maraqlıdır, bunu açıqlasınlar. Və biz burada hər birimiz, bütün müəllimlər 2 dəfə MİQ-dən imtahan veriblər. Lazımı balı da toplamışıq. Mənim tələbim odur ki, bizi sertifikasiyaya qədər əvvəlki saatlarımızla təmin eləsinlər. Sertifikasiyadan sonra əgər yığa bilməsək, ondan sonra işdən azad eləsələr də şikayət eləməliyik. Amma sertifikasiya kimi ən azından bizi yola versinlər. 12 ən azı 12 saat işdən işləməyə bizə bütün günə araşdırmışam. Elə bir söhbət yoxdur ki, 2013-dən sonraki müəllimlər təkrar MİQ-ə girməlidirlər. Elə bir söhbət yoxdur. Bunu hardan deyirlər, mən bilmirəm. Mən xahiş edirəm ki, nazirimiz bu məsələyə ciddi yanaşsın. Biz 6 saatla qala biz işə qəbul olunmuşuq 8 ildir.
Qasımova Aytan Nağı qızı, riyaziyyat informatika təhsili, həm də üstünə magistr təhsilli müəlliməyəm. İllərdir dərsimizi keçirik, həm riyaziyyat dərsi keçirik, həm informatika dərsi keçirik və bütün bu məktəb üzrə Azərbaycan bölməsində 5-6 riyaziyyat informatika müəllimi var. Mən də onların adından çıxış edirəm. Bu il 5 gün qalmış, 3 gün qalmış sizin dərslərinizi əlinizdən alır. Birdən-birə 16 saatdan düşürəm 8 saata, 10 saata. Mənim hüququmu, varislik hüququmu əlimdən almağa, tapdalamağa nə haqları var? Mən indi həmin uşaq məndən soruşanda ki, illərdir mənə dərs deyirsən, hardasan müəllimə, nə deyim? Deyim məni balım az idi və yaxud da heç bizə xəbərdar olunmayan, indi bayaq müəllimə düzgün qeyd elədi. Sertifikasiyanı 3 il qabaqdan bar-bar bağırır ki, bax, sertifikasiya eləyəcəm, hazırlaşın. Gedirik, hazırlaşırıq. İndi bizim riyaziyyatlara hələ bir 2 il var, 2016-ya nəzərdə tutulub. Hazırlaşırıq. Yəni olmayacaq, alınmayacaq, çıxardacaq. Qanuni çünki təsdiqini tapıb. Amma bu diaqnostik keçiriləndə heç bir qanuni təsdiq tapılmamışdı, heç bir qanun qoyulmamışdı ki, ortalığa. Ki sizi buna əsasən biz qiymət verəcəyik və buna əsasən dərs verəcəyik. Bu illərdir belə olmayıbsa, bu il nətər olur bu? Bu il necə olur? Və dərslər yığılır, saxlanılır. Saxlanır, niyə saxlanırsan? Hansı hüquqla saxlayırsan? İmtahan olub qutarıb. Cəmaət vakant yerləri seçib. İndi hal-hazırda deyir ki, vakant verirəm. Bir il gözləyəcək o dərslər vakant olaraq. Bu nə deməkdir ki? Niyə bizim dərsimizi tam təmin eləmir? Bu boyda 7080 şagird olan məktəbdə nə qədər sinif olmalıdır və bütün müəllimlər də ən az 18 saatla təmin olunmalıdır. Aldığımız maaş, uşaqlı xəstə olan var, evində xəstəsi olan var, yaşlı qaynanası, qaynatası, yaşlı anası olan var, atası olan var və evi tək dolandıranlar var. Ölkənin vəziyyətindən xəbərimiz var ki, kişi xeylaqlarının, ikinci ailə başçılarının 90% işsizdir. Bəs biz bu maaşla nə eləyək, necə eləyək? Niyə bizi yola vermirlər? Bizə elə bir rəhbər lazımdır ki, bizə ailə qayğısı, ailə fərdi kimi qayğı göstərsin. 50-dən çox hörmətli izləyicilər, müəllimə 2 saylı Xırdalan şəhərində yerləşən məktəbdə etiraz eləyirlər, üsyan eləyirlər, onların dərs saatlarının kəsilməsi ilə bağlı öz etirazlarını bildirirlər. Amma indi qarşımıza bir adam çıxmır ki, məsələyə aydınlıq gətirsin, yaranmış vəziyyətin, problemin nədən qaylandığını bizə bildirsin. Çox təəssüflər olsun ki, bax burada müəllimələr artıq öz ürək sözlərini dedilər, fikirlərini bildirdilər. İndi burada tədris hissə müdürüdür müəllimə. Tədris hissə müdürü görə indi yaranmış vəziyyətlə bağlı nə deyəcək? Özünüzü təqdim edirsiniz. Elşən Quliyev, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin təlim-tərbiyə şəbəkəsi direktor müavinim. Deməli, bu bildiyiniz məlum məsələ ilə bağlı hal-hazırda Regional Təhsil İdarəsinin aparıcı məsləhətçiləri yuxarıda əyləşiblər. Miqdən kənar məktəbə qəbul olunmuş müəllimlərin dərs saatlarına köməklik etmək məqsədi ilə, yəni onlar söhbət artırılmasından gedir, onunla bağlı yuxarıda bölgə aparırlar. Yəni qərarlaşdıracaqlar, yəni dünən dərimdə burada iştirak edən müəllimlər Regional Təhsil İdarəsinin müdiri İlhamə xanımın qəbulunda olublar. İlhamə xanım da onlara deyib ki, yəni oktyabrın 1-nə qədər bacardığımız qədər sizə köməklik eləyəcəyik ki, yəni müəllimlər dərs saatsız qalmasın. Təbii ki, bu müəllimlərin səhvi deyil. Yəni belə deyək də miqdən kənar olub olmaması belə bir problem ilə bağlı rəsmi şəkildə vaxtilə Abşeron rayon təhsil şöbəsindən məktub göndərilib. Bu məktubla heç bir nə müəllimin, nə direktor müavinlərinə heç bir məlumat rəhbərlik tərəfindən verilməyib. Bəli, məlumatlandırılmayıb. Ona görə də bu müəllimlər bu vəziyyətə gəlib çıxıb. Əgər vaxtında məlumatlandırılsaydı, təbii ki, may ayında məlumatlandırılsaydı, biz də müəllimləri məlumatlandırardıq, onlar da imtahanda iştirak eləyərdi. Yəni bu prosesdə, bu problemdə yaşamazdı. İndi hal-hazırda bununla bağlı yuxarıda bölgə aparılır, nəzarətə götürülüb bütün iş regional təhsil idarəsi tərəfindən çalışacaqlar ki, belə deyək də imkan qədər müəllimlərə köməklik eləsinlər.